izah edeyim. Deməli, qərarlar ağacında biz hər hansı bir problemi ortaya qoyuruq. Bax, bu problemi necə həll eləməliyik? Bizim variantlarımız olmalıdır. Hər kəs, qrupdakı hamı qərarlarını, məqsədlərini deyir. Mən onların hamısını da həll yolu kimi, mümkün variant kimi saxlayıram yadımda. Və başlayıram onu yazmağa, qeyd eləməyə. Sonda da 3 dənə həll yolu saxlayıram. Başlayıram o digər variantları ələkdən keçirirəm. 3 dənə həll yolu saxlayıram. Yenə o 3 dənə həll yolunu başlayırıq reallaşdırmaq üçün planlar hazırlayırıq. Həll yolunu müəyyənləşdiririk. Görək bu üçünü də istifadə eləsək, bu üçündən hansı mənim üçün daha effektiv olar? Və hansı effektiv olursa o mənim qərarım olur. Və o sonda da qiymətləndirilir. Və burada da qarşımda olan problem həll olunmuş olur. Bax, bu da qərarlar ağacıdır. Qərarlar ağacı təbii ki, şagirdlərdə yenə də dəyərləndirmək, tənqidi təfəkkür, məntiqi təfəkkür. Niyə dəyərləndirmək? Çünki sondakı o qərarları artıq mən dəyərləndirirəm və qiymətləndirib sona bir qərar saxlayıram, tətbiq edirəm. Bax, bu mənim dəyərləndirməmdir. Sonra qərar vermək, nəticə çıxartmaq. Təbii ki, burada problem varsa, çətin vəziyyətdən çıxmaq, problemi həll etmək. Bax, budur. Sonra gəlir əsas qoy görək başqa hansı. Baxın, Freyer modeli var. Freyer modeli düzbucaqlı model adlandırılır digər adı ilə. Yəni düzbucaqlı model də görə bilərsiniz. Freyer modelində bir dənə düzbucaq forması çəkə bilərik lövhədə. Ortaya da söz qoyuruq. Hər hansı bir söz qoya bilərik. Məsələn, tutalım mən bir dənə söz qoyuram, kitab. Və yaxud da ki, getmək sözü. Getmək feili qoyaq ortaya. Kənarlardan həmin sözün izahını, bir kənardan izahını yazacağam, bir kənardan onun əksini yazacağam, bir kənardan sinonimini, oxşarını yazacağam, bir kənardan hansı nitq hissəsinə aid olduğunu yazacağam. Məsələn, isim. Birinə yazdım isim və yox, getmək feil yazıram bir tərəfdən yazıram, tutalım ki, əks mənası nədir? Gəlmək. Bir tərəfdən hansı nitq hissəsinə aiddir feil, onu yazıram. Yəni, bir dənə sözün ətrafında bütün onun qrammatik xüsusiyyətlərini, leksik xüsusiyyətlərini yazıram. Bununla da şagirdlərdə həm söz ehtiyatlı formalaşdırılmış olur, yəni söz bazası genişlənir. Çünki hər bir sözün əgər əks mənası varsa, əksini tapırıq, yaxın mənası varsa, yaxın mənasını tapırıq. Belə də söz ehtiyatı genişlənir şagirdlərin. Bu oldu bizim Freyer modelimiz. Yəni, ən çox yadda saxlayın, ana dili, ingilis dili, daha çox dillərə aid olan fənlərdən daha çox istifadə olunur Freyer modeli. Sonra gəlir Sinkveyn. Sinkveyn nədir? Beşlik. Bunu yadda saxlayın, Sinkveyn beşlik. Deməli, burada Sinkveyndə biz yenə də bu ədəbiyyatda da istifadə olunur. Ədəbiyyatda. Amma digər, məsələn, tarixdə də bəzən istifadə oluna bilər. Obrazları səciyyələndirmək üçün, böyük yenə də mətni, iri mətni qısaltmaq üçün. Bax, burada nə edirik? Əvvəlcə mətnin məzmunu ilə bağlı bir dənə isim yazırıq. Geniş, iri həcmli mətndir axı, biz bunu gərək hamısını bir-bir oxuyaq. Amma oxuyandan sonra ümumiləşdirəndə bir dənə isim yazırıq. Sonra həmin ismi təyin edən 2 dənə sifət yazırıq. İsmi artıq sifətlə xüsusiləşdiririk. Sonra həmin ismi başlayıram açıqlamaq üçün, daha rahat izah eləmək üçün 3 dənə feil yazıram. Sonra, məsələn, mətnin tutalım ki, ideyasını mən artıq uyğunlaşdırmaq istəyirəm, ideyanı dəqiqləşdirmək istəyirəm ki, bir dənə sözlə və yaxud da ki, 1, 2, 3 dənə sözlə mən bu mətni necə izah eləyə bilərəm? Oxumadan, iri həcmli mətni oxumadan bir dənə ad qoymalıyam ona. Bax, bu da olur 4 sözdən ibarət söz birləşməsi və əsas fikirdə ifadə edən bir dənə isim. Artıq ümumiləşdirib ad qoyuram. Bax, buna niyə biz beşlik deyirik Sinkveyndə? Çünki bir isim, bir başlıqda yazılır, 2 dənə sifət yazılır, 3 dənə feil yazılır, 4 dənə söz, bir dənə də isim. Yəni, burada nitq hissələrini gördünüz. Yəni, ardıcıllığa baxın, isim, sifət, feil, söz birləşməsi, bir dənə də yenə isim. Bax, 5 dənə nitq hissəsi istifadə olunur burada, 5 dənə başlıq var burada. Ona görə biz buna beşlik deyirik. Deməli, anlayışın çıxarılması var, bir də klaster var. Bax, bunların ikisini eyni abzasda yazın və yazın qarşısına ki, bunlar antonimdir, əks mənalıdır. Bir-birlərinin əksidir. Anlayışın çıxarılması və klaster. Niyə bir-birlərinin əksini deyirik? Deməli, anlayışın çıxarılmasında biz ortaya bir dairə çəkirik və heç nə yazmırıq. Amma kənardakı açar sözləri yazırıq. Məsələn, yazırıq ki, tutalım qələm, yazırıq ki,
məsələn, yazı yazmaq üçün isimdir, əşyanın adını bildirir, məktəb ləvazimatı kimi istifadə olunur və s. Yəni bir dənə, daha doğrusu qələmi yazmırıq, açar sözləri yazırıq. Məsələn, əşyanın adını bildirir, məktəbdə istifadə olunur, yazı yazmaq üçün istifadə olunur, hər rəngdə olur və s. Başlayırıq onun açar məqamlarını yazmağa və bundan da şagird fikirləşir. Bu nədir ki, mən bunu məktəbdə istifadə olunmuram, müxtəlif rəngləri var. Bu nədir ki, mən bundan yazı yazıram. Onunla da tapa bilir ki, bu qələmdir. Və yaxud da ki, digər bir söz yaza bilərik. Yaza bilərik ki, tutalım, gilə meyvələrdən yaza bilərik. Qarpız, moruq, məsələn, və s. başqa bir şeylər yazıb ortadan onun açar məqamını tapa bilirik. Yəni ortaya anlayışı qoymadan kənardakılarla, açar sözlərlə ortanı tapırıq. Bax, bu olur anlayışın çıxarılması. Bir də bunun əksi var ki, orta hissədə əsas məqsəd, əsas cavab yazılır. Klasterdir bunun əksi. Ortada yazılır qələm, məsələn. Kənardan başlayırıq onun hörümçək toru kimi böyüdərək, genişləndirərək yazırıq. Qələm əşyanın adını bildirir, nə sualına cavab verir, məktəb ləvazimatıdır, yazı üçün istifadə olunan bir vəsaitdir, müxtəlif rəngləri olur. Gördünüz nə qədər açar söz tapıldı. Yəni burada şagirdin hər hansı bir biliyi, hər hansı bir bildiyi əvvəlki biliklərin aktivləşdirilməsidir. Bunu yadda saxlayın. Yəni biz burada diaqnostik də keçirdə bilərik klasterlə. Çünki əvvəl qələmə aid nə bilirdisə, əvvəl ismə aid nə bilirdisə, burada artıq aktivləşdirildi. Sonra bizim var BİBÖ-müz. Bax, BİBÖ-nü də yadda saxlayırıq. Bu da diaqnostikdə də istifadə oluna bilər, formativdə də. Yəni iki qiymətləndirmədə də istifadə oluna bilən iş üsuludur BİBÖ. BİBÖ necə keçirilir? Cədvəl qururuq, bilirəm, istəyirəm, biləm, bir də öyrəndim. Bax, bu bilirəm hissəsi var ha. Bu diaqnostik qiymətləndirmədə istifadə olunur. Çünki əvvəlcədən nə bilirdim? Bax, o qeyd olunur burada. İstəyirəm, biləm formativdədir. Çünki öyrənmək istəyirəm axı, bilmək istəyirəm. Formativdədir. Bir də öyrəndim hissəsi var. Bu da refleksiyadır, dərsin sonunda. Yəni artıq öyrənmişəm, özüm qiymətləndirirəm ki, görüm nə öyrənmişəm. Bax, bu olacaq BİBÖ. BİBÖ-nü yadda saxlayırsınız ki, şagirdin əvvəlki bilikləri ilə yeni biliyi arasında əlaqə yaratmaq. Çünki əvvəlki bilirəm hissəsidir. Və yeni biliyi də istəyirəm, biləm. Yəni əvvəl bilirdim, amma daha nələrsə də bilmək istəyirəm. Daha da genişləndirmək istəyirəm biliyimi. Bax, bu olacaq BİBÖ. Və yadda saxlayın ki, BİBÖ-nü biz... Bilirəm nədədir? İstəyirəm, bilirəm dediniz formativdir, refleksiya. Bilirəm, diaqnostikdir. Bilirəm hissəsi diaqnostikdədir. Çünki əvvəl də bilirdim bunu. Artıq bildiyimi mən müəyyənləşdirirəm burada. İstəyirəm, biləm, formativ qiymətləndirmədədir. Çünki bugün bu dərs bunu öyrənmək istəyirəm. Bir də öyrəndim, yenə də formativdədir və dərsin sonunda refleksiya edirəm burada. Müəllimə, bu hansı təfəkkürdür bəs? BİBÖ şagirdlərdə həm xatırlamanı formalaşdırır, məntiqi təfəkkür. Xatırlama. Çünki bilirəm hissəsidir də, məntiqi təfəkkürlə xatırlayıram. Və istəyirəm, biləm, refleksiyada da dəyərləndirmə var, tənqidi təfəkkür. Özümü qiymətləndirirəm. Ki, mən bugün bu dərsin sonunda nə öyrəndim, nəyi bildim, daha nələr öyrənə bilərəm. Həm məntiqini formalaşdırır, həm də tənqidi təfəkkürü. Sonra akvarium. Yazırsınız akvarium iş üsulu. Akvarium balıq akvariumu kimi, bax, adını ona görə qoyublar. Balığın akvariumu necə olur? Dairəvi formada olur. İçərisində balıqlar olur, kənarda da şüşəsi olur. Bax, burada dairə şagirdləri sinifdə dairə formasında əyləşdirir bu iş üsulunu həyata keçirəndə və iki qrupa bölür, iki dairəyə bölür. Xarici və daxili. Xarici qrup kənardan oturur, daxili qrupun işini qiymətləndirir. Daxili qrupun işini tənqid eləyir, dəyərləndirir. Sonra da yer dəyişirlər. Yer dəyişəndə artıq bu dəfə daxili qrup kənarda əyləşir, xarici qrupun işini qiymətləndirir, onun işinə verdiyi rəyi qiymətləndirir. Yəni burada yer dəyişirlər, bu da şagirdlərdə nə formalaşdırır? Tənqidi təfəkkür formalaşdırır. Yəni bir-birlərinin işini dəyərləndirirlər. Qrupla işləmək, dəyərləndirmək. Yəni burada akvariumun içərisində əsas odur ki, qrup işi formalaşdırılsın ki, şagirdlər bir-birləri ilə işləyən zaman bir-birlərinin işini doğru formada, dürüst formada qiymətləndirə bilsin. Yəni
şəxsi qərəzlilik olmadan. Çünki burada biri var, şagirdlər bir-birlərini hər hansı bir şəxsi xasiyyətlərinə, xüsusiyyətlərinə görə qiymətləndirir. Biri də var ki, şəxsi qərəzlilik olmadan sadəcə işi, gördükləri işi, etdikləri problemi burada qiymətləndirə bilsinlər. Sonra 3-2-1 üsulu var. Yazırsınız 3-2-1 üsulu formativ qiymətləndirmədə istifadə olunur və refleksiya edilən zaman istifadə olunur. Formativ qiymətləndirmə və refleksiyada istifadə olunur. Sonra insert metodu var. Insert işarələr sistemidir. Belə yazın. İşarələr sistemi. Necə müəllimə? İşarələr sistemi. Insert. İşarələr sistemi ona görə deyirik ki, müəllim şagirdə suallar təqdim edir və sualları məsələn cavablandırmaq üçün variantlar qoyur, yəni işarələr qoyur qarşısına. Sonda işarələr qoyur. Məsələn, üstəgəl işarəsi, çıx işarəsi, sual işarəsi, nida işarəsi və mən bu sualları oxuyuram. Hansı işarə mənə uyğundur? Yəni hansı işarədə mən cavabımı verə bilərəm? Ola bilər ki, bugün öyrəndiyim mənim bildiyim sualdır və yaxud da ki, bugün mənə verilən məlumat mən bunu əvvəlcədən bilirdim. Bax, qarşısına üstəgəl işarəsi qoyuram. Və yaxud da ki, əvvəldən bilmirdim, amma bilirdimsə də əvvəlki biliyimdən üst-üstə düşmür. Bununla razı deyiləm. Qarşısına çıx işarəsi qoyuram. Və yaxud da ki, bunu bilirdim, amma daha da nəsə əlavə öyrəndim. Və yaxud da ki, öyrəndiyimdən əlavə mənə qaranlıq bir sual qaldı. Qarşısına sual işarəsi qoyuram. Öyrəndiyim mövzunu bilirəm, amma onunla razı deyiləm. Mənə qəribə gəldi bu. Mən bunun bu cavabı ilə razılaşmıram. Mənim düşüncəm tamamilə əks düşüncədir. Qarşısına nida qoyuram və s. Yəni mən düşündüklərimi, bildiklərimi o işarələrlə cavablandırıram. Bunun adı ona görə insertdir ki, işarələr sistemi. Əsas burada qeyd götürmə sistemidir. Testdə qarşınıza belə çıxacaq qeyd etmə sistemi, qeyd götürmə sistemi. Sonra oxuyub anlamanı formalaşdırır şagirddə. Hansı təfəkkürləri formalaşdırır? Tənqidi təfəkkür. Çünki oxuduğum sualı qiymətləndirirəm və özüm öz məntiqimlə cavab verirəm. Bu da məntiqi təfəkkür. Sonra bir də bax 2 dənə iş üsulu var ki, bunlar da bir-birinə oxşuyur. Düşün, cütləş, bölüş, paylaş. Belə yazırsınız. Düşün, cütləş, bölüş, paylaş. Bir də qar topası. Bunlar niyə oxşuyurlar bir-birlərinə? Çünki burada baxın düşün, cütləş, bölüş, paylaş. İş formalarımızı yadımıza salaq. Düşün fərdi işdir, təkcə işləyir, tək düşünür. Cütləş 2 nəfərlə. Məsələn, müəllim şagirdə bir iş verir, iş vərəqi verir və bunun cavabını deyir ki, tək özün düşün, tap. Düşünür. Və müəllimə təqdim edir ki, müəllim, mən bunun cavabını tapdım. Müəllim də deyir ki, tez vaxt itirmə, get səninlə eyni düşüncədə olan, eyni cavabı tapan bir yoldaşınla cütləş. Gedirlər, birlikdə əyləşirlər. Onlar da bir dənə yenə bir layihə hazırlayırlar və müəllimə göstərirlər. Müəllim deyir ki, tez olun, özünüz kimi düşünənləri tapın, bir qrup yaradın. Bu bölüş olur artıq. Və qrup formalaşdı, böyüdü, genişləndi. Artıq bütün siniflə paylaşır. Bunu bir kollektiv sinif layihəsi halına gətirirlər. Kollektiv iş forması. Bu da paylaşdı. Gördünüz, böyüdü, getdikcə böyüdü. Fərdi idi, tək, sonra cütləşdi, sonra qruplaşdı, sonra bütün sinif oldu. Addım-addım böyüdü. Bunu niyə qar topasına bənzədirik? Qar topasında da belədir də, qar düşür, tək-tək düşür, böyüyür, bir top halına gəlir. Və qar topası da düşün, cütləş, paylaş, bölüş texnikası ilə eyni, bərabər üst-üstə düşür. Yəni şagird bura cavab verir, biri də yenə cavab verir, yenə digəri cavab verir, üst-üstə düşən cavablar böyüyür, bir problemin həlli olur, qar topasına çevrilir. Bunların ikisi də şagirdlərdə yaradıcı təfəkkürü, məntiqi təfəkkürü formalaşdırır. Çünki düşünür və bu onun yaradıcı təfəkkürüdür. Bax, o düşündüyünü təhlil edir məntiqi təfəkkürlə. Sonra qarşısındakı ilə birgə işləyir, qrup işi yaradır burada. Bu olur əməkdaşlıq, ünsiyyət. Yəni burada bir neçə iş formaları, bir neçə iş üsullarından istifadə olunur daxilində. Ona görə deyirəm ki, oxşar cəhətləri çoxdur. Sonra gəlir sinif küncləri. Burada müəllim sinif künclərini necə keçirdir? Baxın, sinifdə müəllim 3 dənə küncdə başlıqlar yazır, qoyur.
Məsələn, razıyam hissəsi, razı deyiləm və yaxud da ki, əmin deyiləm deyə başlıqlar yazır qoyur. Və bu sinif küncünü keçirtməkdə ən əsas şərt odur ki, mənim sinifimin ölçüsü və şagirdimin sayı uyğun gəlsin. Sinifim kiçikdir, şagirdim çoxdursa biraz çətin olacaq. Yəni sinif sayı və sinif ölçüsü və şagird sayı oxşar olmalıdır, uyğun gəlməlidir, arada çox fərq olmamalıdır. Burada müəllim başlıqlar yazır, künclərə qoyur və bu künclərə ortaya da şagirdləri qoyur. Şagirdə sualı verir. Şagird məsələn razıyam, razı deyiləm, bir də əmin deyiləm deyə başlıqlar qoyur. Şagirdə hansı cavab uyğundursa həmin küncə doğru gedir. Razıdırsa razı olduğu üçün gedir həmin küncə. Razı deyilsə o həmin küncə gedir və yaxud da ki əmin deyilsə digər əmin deyiləm yazılan küncə gedir. Yəni bu künclərə gedir, özü tapır, özü seçir bu küncləri. Sonra fikir əsaslandırmaq. Burada baxın, əsas fikir əsaslandırmaq bacarığı, yəni dəyərləndirmə. Çünki müəllimin dediyi fikri əsaslandırıram və özüm münasibət bildirirəm o fikrə. Əgər razıyamsa, deyirəm ki, hə, razıyam, razı deyiləmsə təhlil eləyirəm, əmin deyiləmsə düşünürəm. Çünki dəyərləndirmə var axı burada. Niyə əmin deyiləm? Arqument gətirirəm ki, bax siz deyirsiniz, amma mən buna əmin deyiləm. Mən razı deyiləm bu cavabla. Bax bu da olacaq şagirdlərdə dəyərləndirmənin formalaşdırılması. Ən əsas yəni dəyərləndirmə təhlil etmək, dəyərləndirmək, tənqidi təfəkkür formalaşdırır. Sonra gəlir bizim hansı iş üsulumuz? Debat. Elə bütün iş üsullarımızda dəyərləndirməkdən danışırıq. Görürsünüz, tənqidi təfəkkürdən danışırıq. Debat nədir? Debat fikrin dəyərləndirilməsi, verilən fikrin qarşı tərəfdən dəyərləndirilməsi. Bax, burada nə edirik biz? Qarşı tərəfdən fikir bildirilir. Məsələn, tutalım debat keçiriləndə iki qrup var, iki şagird var. Üçüncü tərəfi inandırırlar. Üçüncü tərəf müəllim ola bilər, məsələn. İki komandadır, müxtəlif fərziyyələr, müxtəlif variantlar verirlər. Bax, bu variantlar, məsələn, keçirilir və müəllim bu variantları başlayır ələkdən keçirtməyə. Ola bilər ki, mənim variantım müəllim üçün cavabdır. Müəllim onun razılaşır, cavabını tapır. Amma digər qrupun da variantını eşidir. Deyir ki, indi məni inandır, mənə fakt gətir, dəlil, sübut gətir ki, niyə sən cavabını seçməliyəm? Niyə sən doğru deyirsən? Yəni, bununla da şagirdlərdə həm inandırıcılıq bacarığı, həm dəyərləndirmə, həm dəlil, fakt, sübut gətirəndə araşdırır, təhlil eləyir. Yəni, bir çox bacarıqları eyni anda formalaşdırır və ən əsası natiqlik məharəti lazımdır. Burada natiqlik məharəti bilirsiniz niyə? Çünki şagird o qədər səlis, o qədər inandırıcı danışmalıdır ki, qarşısındakini inandırmalıdır. Yəni qarşısında dayananı, məsələn, mən sizdən elə danışmalıyam, elə formada inandırmalıyam ki, siz deməlisiniz ki, hə, sənin cavabın doğrudur. Digərləri artıq lazım deyil, dinləmirəm. Yəni burada inandırıcılıq, natiqlik qabiliyyəti əsas götürülür. Və debat nəyi formalaşdırır? Tənqidi təfəkkür, dəyərləndirmə. Debatın elə ən əsas ana xətti odur ki, tənqidi təfəkkürü formalaşdırsın. Sonra Bloom kubu var. Bloom kubu necə keçirilir? Baxın, Bloom kubu, biz Bloom kubunu deyəndə nə yada düşür? Bloom taksonomiyası. Bloom taksonomiyasında neçə səviyyəsi var idi? 6 səviyyəsi. Xatırlamaq, yadınızdadırsa anlamaq, sonra tətbiq etmək, sonra təhlil etmək, dəyərləndirmək, bir də yaratmaq. Bax, bu 6 səviyyəni biz bu Bloom kubunda görürük. Burada müəllim 4 forma, yəni 4 tərəfli bir kub yaradır. Məsələn, belə fikirləşin ki, zər, oynayanda zər atırlar. Bax, zər kimi fikirləşin. Zərin hər tərəfində bir feil yazılır. Tətbiq et, izah et, özünü ifadə et, adlandır, yenisini yarat və s. Bax, bunların hamısı da, bax, bu taksonomiyanın, Bloom taksonomiyasının bir səviyyəsini bildirir. Hansı tərəfə atdı bu zəri, hansı düşür? Məsələn, düşür tətbiq et. Mövzumu tutalım ki, feil mövzusudur məsələn. Müəllim deyir ki, hə, sənə tətbiq et düşdü. Feilə aid 3-4 dənə cümlə yazırsan və bu cümlədə feili tapırsan, feil üzərində tətbiq edirsən. Və yaxud da ki, düşür, tutalım, adlandır. Müəllim bir neçə cümlə yazır və bu cümlədəki nitq hissələrini adlandırmağını istəyir. Bunu indi ədəbiyyatdan da istifadə edə bilərik. Müəllim məsələn Nizami Gəncəvinin Leyl və Məcnunundan danışır. Həmin Leyl və Məcnunda yarat və yaxud da ki, tətbiq et. Tətbiq eləyəndə deyir ki, səhnələşdir. İzah et. İzah eləyəndə deyir ki, bax bu Leyl və Məcnun mənə 2-3 dənə sözlə izah elə. Yəni burada əsas məqsəd yenə də nədir? Hər bir səviyyəni, bax bu taksonomiyanın 6 səviyyəsində də şagird özü tətbiq eləyə bilsin. 6 səviyyəsini özü reallaşdıra bilsin. Biri var mövzu olaraq deyim ki, hə, taksonomiyanın 6 səviyyəsi var, bitdi, şagird öyrəndi. Amma mən bunu şagirddən istəyəndə, şagirdin həm mövzunu tətbiq etməsi, öyrənməsi daha effektiv olur. Mövzu üzərində daha yaxşı işləyə bilir. Həm də ki, şagird
Məsələn, öyrəndi mövzunu, hə? Öyrəndiyini artıq özü də sərbəst formada, istədiyi formada tətbiq edir. İstədiyi formada söz ehtiyatını artıraraq yenisini yaradır və bununla da şagird cəlb olunur dərsə. Daha çox maraq yaranır şagirddə. Bilir ki, mən bu dərsi işlədim, mən bu dərsdə nəsə elədim, nələrsə öyrəndim. Yəni bunun kubunun şagird üçün effektivliyi çoxdur. Ən əsas yenə fikir əsaslandırır burada. Fikir əsaslandırmaq nə idi? Dəyərləndirmə. Çünki burada tənqidi bacarıq var, dəyərləndirmə var. Sonra bax bu 6 səviyyəni müqayisə edə bilir ki, izah edəndə nə iş gördüm, nə etdim, adlandıranda nə etdim, yaradanda nə etdim. Fərqləri artıq özü analiz edib təhlil edə bilir. Sonra hər hansı bir məsələ çıxır qarşısına, problem çıxır. Bax bunu məntiqi ilə, yəni bu məsələn deyir ki, müəllim dəyərləndir, yarat, təhlil et. Bax bunları özü məntiqi təfəkkürü ilə həll edə bilir. Yəni burada Bloom kubunun hər 3 bacarığı, hər 3 təfəkkürü formalaşdırmasını görürük. Çünki burada Bloom kubu 6 səviyyədədir və bu 6 səviyyənin içərisində elə 6 səviyyənin özünü də formalaşdırır. Yəni burada həm dəyərləndirmə, həm tənqidi, həm də ki məntiqi təfəkkür formalaşdırılır və yaradıcı təfəkkür də təbii ki. Ona görə Bloom kubunu biz ən çox istifadə etməliyik. Daha çox ədəbiyyat ana dili fənlərində də istifadə olunur, tarixdə də istifadə olunur. Çünki tətbiq var burada, səhnələşdirmə var. Canlandırır şagird. Çünki kinestetik şagirdlər var ki, hərəkəti sevir, tətbiq eləməyi, rollu oyunu, obrazı daha çox sevir. Amma məsələn, Azərbaycan dilinə əlavə tutan riyaziyyatda da bəzən istifadə oluna bilər tətbiq hissəsi, yaratmaq hissəsi, izah etmək hissəsi. Amma daha çox tarix, ana dili, ədəbiyyat, bax bu kimi fənlərdə istifadə olunur. Belə başqa iş sorunuz qaldımı? Baxın, qalmadı. Bu qədər. Hamısından danışdıq. Yəni kitabda olan, sizə lazım olan iş üsullarından danışdıq. Və bunların da bax indi danışdığımın düzdür, yarıdan qeydə başladım. Amma qeydi mən sizə göndərəcəm video halında. Başqa qrupdan qoşulan müəllimlər də var. Onlara da göndərəcəm həmin qrupa. Yəni yadından çıxsa göndərdiyim linkin üzərinə basın, mənə yazın, mən göndərim. Ola bilər ki, qrupu qarışdıraram, göndərmərəm. Ona görə də nə edirik? Bax iş üsullarını yaxşı formada öyrənirsiniz ki, bax bu dediklərimin hamısı testdə düşür.